Salam müəllimlər, xoş gördük bir daha. Müsahibə mərhələsi ilə bağlı bir qısa video çəkmək istədim. Çox qısa bir video olacaq. Yazırsınız və soruşursunuz müsahibə mərhələsi ilə bağlı və gedişatla bağlı. Mənim özümün hazırladığı bir materiallar var və məlumat verim nədir bunlar. İlk öncə video materiallar var burada. Özünü təqdim etmə. Birinci videomuz özünü təqdim etmə ilə bağlıdır. İkinci videomuz şagirdin qiymətləndirilməsi, qiymətləndirmə formaları haqqında. Üçüncü videomuz pedaqoji prosesin təşkili, yəni dərsin prosesin təşkili. Dördüncü video icmal, icmalla bağlı xırdalıqlar, nələrə diqqət etmək lazımdır, yazılma forması. Beşinci və altıncı videolar isə metodik və psixoloji bizə verilə biləsi bəzi çaşdırıcı psixoloji suallardır. Və eyni zamanda videolar 40-50 dəqiqə gedir hər biri və eyni zamanda burada bir PDF-imiz də var. Bu PDF-də yenə də burada ilk öncə nəyə diqqət etmək lazımdır? İlk səhifədə yazmışam. Yəni qiymətləndirmə necədir müsahibədə? Özümüzü təqdim etməni 8 bal ilə qiymətləndirirlər. Ətraflı bir yəni əsas detalları vurğulamaq lazımdır. Videoda da göstərmişəm nələri demək lazımdır. Yəni həddindən artıq çox da belə uzun-uzadı, geniş bir izaha ehtiyac yoxdur. Qısa yığcam əsas yerlər. İkinci, pedaqoji prosesin təşkilidir və buna da 8 bal verirlər. Görürsünüz, burada yazmışam. Burada bəzi kurikuluma aid olan terminləri də bilmək vacib olacaq. Sonra mövzunun təqdim olunması, yəni burada artıq icmaldır və 12 balla qiymətləndirilir. 5 mövzu veriləcək ki, onların icmalı. Sonra da şagirdlərin qiymətləndirilməsi, qiymətləndirmə formaları, o da 8 baldır burada. Və ünsiyyət bacarığı. Ünsiyyət bacarığı ümumiyyətlə sizin müsahibəni götürən şəxslə başdan sona qədər ki, danışığınız nəzərdə tutulur. Burada kurikulumun da bəzi əsas yerləri lazım olduğuna görə mən kurikulumun ən əsas yerlərini bir daha burada qeyd etmişəm. Birdən yəni sualdır verə bilirlər. Kurikulumda bizə lazım ola bilir əsas yerlər. Videoların içərisində amma hansıdır daha əsas yerlər, onları qeyd etmişəm videoların içərisində. Bu PDF daha çox nəyə görə vacibdir? Burada səhifəsi düşübmü? Səhifə təxmini 33-dən sonra bizim üçün xüsusilə vacibdir. Burada metodikadan və psixoloji olaraq çaşdırıcı verilə bilən bəzi suallar var. O suallarda bəzən müəllimlər daha biraz 2-3 variant arasında, situasiya arasında qalırlar. Məsəl üçün, sualları görürsünüz də, valideyn gəlir sizdən övladının ön partada oturmasını xahiş edir, tələb edir hətta. Nə edə bilərsiniz? Burada cavablarımız var. Bircə dəqiqə əlimdə idi. Misal üçün, şagird sizin səhvinizi tutur, nə edərsiniz? Misal üçün, bu sual mənə verilmişdi. Nə vaxt verilmişdi yadımda deyil, amma bu sual mənə bir dəfə verilibdir müsahibədə. Şagird sizin lövhədə səhvinizi tutur, nə edərsiniz? Niyə müəllim olmaq istəyirsiniz? Sual, misal üçün, verə bilərlər. Yəni, psixoloji və çaşdırıcı tipli suallar gedir bunlar. Yəni, suallar çoxdur burada. Təbii ki, yəni, sizə cəmi 5-10 arası sual verilir. Yəni, bunların hər biri verilməyə bilər. Amma yəni ki, məlumatlı olmağınızda fayda var. Burada yenə də başqa videolarımız da var. İcmalla bağlı, icmalın yazılması ilə bağlı. Bir də ki, soruşa bilirlər. Misal üçün, məndən də soruşmuşdular. Şagirdlərdə misal üçün listening, reading, writing, nə bilim. Yəni, bacarıqlar da, şagirdlərdə bu bacarıqları necə inkişaf edərsiniz, necə bu bacarıqları artırarsınız, təkmilləşdirərsiniz, belə suallar verə bilərlər. Bu da videolarda yenə də var. Materialları əldə etmək üçün nömrə qoyaram, həmin nömrəyə yaza bilərsiniz, əldə edə bilərsiniz. İmtahana gəldikdə, bəli, ikinci imtahan, yəni təkrar sertifikasiya imtahanının həqiqətən ədalətli olmadığını qəbul edirəm. Belə çətinlikdə, belə bir səviyyədə bir imtahan olmamalı idi mənə görə, mənim şəxsi fikrimcə. Çünki keçən il uğur qazanmayan müəllimlərin iştirak etdiyi bir imtahan idi. Keçən ilkindən daha asan olması
lazım idi. Halbuki keçən ilkindən daha da çətin bir imtahan qoyuldu. Niyə, nə üçün, nə səbəbə bunları mən cavablandıra bilməyəcəm. Yəqin ki, imtahanı hazırlayanlar özləri bilirlər. Özləri cavab versinlər. Yəni ki, bu qədər müəllim yığışıbdır və tələb eləyir bir cavab və yəqin ki, kimsə buna bir cavab verər, yəqin ki. Amma uğur qazana bilməyən müəllimlərə üzümü tuturam. Səbirli olun. Hər işdə bir xeyir var. Allahın bir planı var. Hər ilmik imtahanına girmək kimi bir şansınız var. Üstünüzdə biraz əlavə işləsəz, inşallah ki, daha da yaxşı bir yerə, daha da yaxşı bir məktəbə, daha da yaxşı bir bəlkə kursa, bəlkə də yəni repetitorluq səviyyəsinə qalxa və daha da yəni ki, istədiyinizdən də, gözlədiyinizdən daha da fərqli bir formada mükafat qazana bilərsiniz. Allah sizə mükafat verə bilər. Yəni bu dünyanın sonu deyil. Dözümlü olun, səbirli olun, bərk olun. İnşallah ki, ümid edirəm ki, hər şey tərsinə sizin üçün çevrilər. Bu qədər müsahibə mərhələsində də müəllimlərə uğurlar arzulayıram. İnşallah ki, bu mərhələdə də uğur qazanacaqsınız və bu mərhələdə əsas məsələ həyəcanlı olmayın. Həyəcanlı olduğunuzu müsahibə götürənlərə bəlli etməyin. Normaldır, hər kəs həyəcanlı olacaq təbii ki, amma bunu müsahibə götürən şəxslər də başa düşür, amma özünüzü ələ almağa, sanki dostunuzla, tanışınızla danışırsınız kimi özünüzü hiss etməyə çalışın imtahanda, müsahibədə. Belə bu qədər müəllimlər, sağ olun, görüşərik.